təhlükənin kölgəsi qədim Azərbaycanın ürəyində, dağların sərt qoynunda, ucsuz-bucaqsız düzənliklərin və sərin çay sularının axışında yerləşən Kəhlizli kəndində həyat minilliklərdir ataların öyrətdiyi dəyərləri, sevgi, mərhəmət və ədaləti özündə cəmləşdirən böyük bir roman kimi davam edirdi. Hər səhər günəşin qızılı şüaları dağların zirvəsindən aşağı süzülərək, kəndin dar daş yollarının, qoca palıd ağaclarının sərin kölgələrini və torpağın nəm, zəngin ətirini oyandırırdı. Lakin son zamanlarda kəndin ürəyində sanki görünməz bir təhlükə, qaranlıq bir menazi, həm dəhşətli, həm də dərindən qorxuducu, pisləşməyə başlamışdı. Kənd sakinləri atalarının öyrətdiyi ənənələrə sadiq, dürüst və mərhəmətli insanlardı. Onlar üçün ən böyük sərvət maddi zənginlik yox, ürəklərində yanan sevgi, ədalət və inam idi. Hər kəs keçmişin ağır xatirələrinin, ataların nağıllarında eşidilən qəhrəmanlıq və mərhəmət hekayələrini ürəklərində daşıyır, gələcəyin ümid dolu səhifələrini yazmaq üçün bir-birinə dəstək olurdular. Lakin bu harmoniya, kəndin sərhədlərindən kənardan gələn və gözlənilməz bir təhlükənin kölgəsi altında sarsılırdı. Kəhlizli kəndinin şirin və sakit həyatı, günlərin birində yaxın meşələrdən eşidilən qəribə səslərlə pozulmağa başladı. İlk dəfə gecənin qaranlığından meşə kənarından gələn hırıltılar və qoxu, kəndin ucsuz-bucaqsız düzü üzərində sanki fəlakət xəbərini gətirirdi. İnsanlar hər axşam evlərinin pəncərələrindən bu qəribə səslərə qulaq asır, ürəklərində yaranan qorxu və narahatlıqla bir-birinə baxırdılar. Kəndin hörmətli adamlarından biri olan Məmməd bəy uzun illərin təcrübəsi ilə bu səslər təbiətin öz üzü ilə deyil, bəlkə də bir təhlükənin xəbərçisidir, deyərək narahatlıqlarını ifadə edirdi. Məmməd bəyin sözləri, kəndin qocaman ağaclarının sərinliyində, dar daş yolların üstündə bir xəbər kimi yayıldı. Hər kəs atalarının öyrətdiyi kimi sükut içində, lakin ürəklərində dərin narahatlıqla bu təhlükənin mənşəyini anlamağa çalışırdı. Günlər keçdikcə bu qaranlıq menazi daha da pisləşdi. Meşədən gələn qəribə səslər, gecə yarısı evlərin divarlarına sızan soyuq küləklərlə, torpağın üzərində uçuşan çürümüş yarpaqlarla birləşərək, kəndin ürəyində dərin kədər və qorxu yaratdı. Kənd sakinləri öz aralarında danışarkən bəlkə də bu təhlükə bizim qədim əfsanələrimizdə təsvir olunan, çoxdan unudulmuş o dəhşətli hadisənin qalıqlarıdır, deyə söyləyirdilər. Hər kəs atalarının nağıllarında eşidilən o qəhrəmanlıq hekayələrini xatırlayır, amma eyni zamanda bu təhlükənin insan ruhunu sarsıdan müqayisə olunmaz bir dəhşət olduğunu hiss edirdi. Bu çətin və qorxunc anlarda kəndin polis zabiti Rəşad vəzifəsinin ciddiliyini daha da dərindən hiss etdi. Rəşad, uşaqlıqdan bəri Kəhlizli kəndinin dar daş yollarında, qoca ağacların kölgəsində böyümüş, atalarının öyrətdiyi ədalət və dürüstlük dəyərlərini ürəyində daşıyan bir gənc idi. O, qanunun yalnız kitab səhifələrində yox, insan qəlbində yaşayan ədalətin təcəssümü olduğuna inanırdı. Rəşad, kəndin təhlükəsizliyini təmin etmək üçün gecələr meşəyə yaxın patrul edir, gələn hər səslə, hər qəribə hərəkətlə diqqətlə maraqlanırdı. O, bilir ki, hər hansı bir menazi yalnız fiziki təhlükə deyil, eyni zamanda kəndin ənənələrini, inamını və sülhünü də sarsıda bilər. Bir gecə Rəşad meşənin kənarında, köhnə bir dərənin yanında qəribə işıqların və səslərin şahidi oldu. O, ürəyində sarsılmaz inamla bu təhlükə bəlkə də çoxdan unudulmuş bir düşmən qüvvəsinin qayıdışıdır. Biz bu menazi qarşısında atalarımızın öyrətdiyi dəyərlərə sadiq qalmalıyıq, deyərək patrulunu genişləndirdi. Rəşadın addımları sanki o an Kəhlizli kəndinin bütün insanların qəlbində yanan müqayisə olunmaz ümidin bir simvoluna çevrilmişdi. Kəndin şuralı görüşü yığcam və səmimi şəkildə keçirilmək üçün çağırıldı. Kənd sakinləri evlərinin divarlarında, dar daş yollarında və palıd ağaclarının kölgəsindən atalarının nağıllarını xatırlayaraq bu təhlükənin mənşəyini və onunla necə mübarizə aparılacağını müzakirə etdilər. Hər kəs öz fikrini söylədi, bəziləri bu menacin keçmişdə baş vermiş bir düşmənlik nəticəsində yaranan, uzun illərdir gizlənən bir təhdid olduğunu iddia edirdi, digərləri isə bu təhlükənin yalnız təbiətin dəyişən şərtləri və insanların öz egolarının nəticəsi olduğunu düşünürdülər. Bu müzakirələrin arasında kəndin hörmətli yaşlılarından biri olan Zeynəb xanım sakit, amma dərin səs tonunda söz aldı. Əzizlərim, atalarımız bizə həmişə deyiblər ki, ən böyük təhlükə insanın öz içində yaranan qorxu və nifrətdir. Bizim bu menazi qarşısında qəlbimizdə yanan ədalət, mərhəmət və sevgi işığını itirməməliyik. Hər birimiz bu çətinliklərdən dərs almalı və gələcəyə daha inamlı baxmalıyıq. Zeynəb xanımın sözləri kəndin hər küncündə, hər ürəkdə biraz da olsa işıqlandırdı. Lakin məsələ hələ də tam aydın değildi.
Rəşad Kəhlizli kəndinin təhlükəsizliyini təmin etmək üçün meşəyə daha dərin patrul turlarına çıxdı və araşdırmalar apardı. O, gecənin qaranlığında sərin küləklərin əsdiyi köhnə dərələrin yanında qəribə izlər tapdı. Bu izlər sanki çoxdan unudulmuş, lakin indi yenidən dirçələn bir düşmənin, gizli planların və nifrət dolu qaranlıq niyyətlərin işarəsi idi. Rəşadın tapdıqları kəndin qoca evlərinin divarlarında, köhnə sənədlərdə və ataların nağıllarında gizlənmiş idi. O, bütün bu sübutları topladı, kənd şurasına təqdim etmək üçün hazırlandı. Şura günün ilk işıqları ilə toplandığı hər kəs keçmişin dərslərini və ataların hikmətini ürəklərində daşıyaraq bu təhlükənin qarşısını almaq üçün bir araya gəlmişdi. Rəşad bütün tapdıqlarını və müşahidələrini sərbəst şəkildə paylaşdı və dedi: "Əziz qardaşlarım, bu mənəzi yalnız təbiətin sərt reallığı deyil, həm də keçmişin nifrət dolu qaranlıq kölgələrindən dirçələn bir təhlükədir. Biz atalarımızın öyrətdiyi kimi ədalət, sevgi və mərhəmət yolu ilə bu təhlükəni məhv edə bilərik. Qəlbimizdə yanan o müqayisə olunmaz ümid işığını itirmədən birlikdə bu düşmənə qarşı mübarizə aparmalıyıq." Rəşadın sözləri şurada toplanan hər kəsin ürəyində dərin təsir qoydu. Kəndin şurası bütün sübutları qiymətləndirdikdən sonra təhlükənin mənşəyini və onu aradan qaldırmaq üçün görüləcək tədbirləri müzakirə etdi. Bu tədbirlər arasında kəndin bütün sakinlərinin təhlükəsizlik şüuru və ədalətə sadiqliyi daha da gücləndirilməli, ataların öyrətdiyi dəyərlər yenidən canlandırılmalı idi. Hər kəs bu çətin anlarda öz aralarında bir-birinə dəstək olmaq və qəlblərində yanan sevgi və ümid işığını bölüşmək üçün səy göstərdi. Günlər və həftələr keçdikcə Rəşadın rəhbərliyi altında Kəhlizli kəndində təhlükənin qarşısını almaq üçün konkret addımlar atıldı. Kəndin gəncləri Rəşadın verdiyi tapşırıqları yerinə yetirmək üçün meşəyə cəbhə patrul turları təşkil etdilər, yaşlılar isə ataların öyrətdiyi dəyərləri, sevgi və mərhəmət dolu nağılları gənclərə və uşaqlara izah edərək, qəlblərdəki inamı möhkəmləndirdilər. Hər kəs bu sarsılmaz və müqayisə olunmaz ümid işığının təhlükənin ən qaranlıq anlarında belə sönməyəcəyini sübut etdi. Bir neçə ay sonra kəndin sərhədlərində meşə kənarında qəribə izlərin getdikcə azalması, təhlükənin doğurduğu qaranlıq havanın yavaş-yavaş dağılması müşahidə edildi. Rəşadın araşdırmaları və kəndin birlikdə göstərdiyi səylər nəticəsində o düşmənin çoxdan unudulmuş nifrət dolu niyyətlərin, gizli planların artıq öz təsirini itirdiyi aşkar edildi. Kənd sakinləri atalarının öyrətdiyi dəyərlərə sadiq qalaraq təhlükənin qarşısını almış və qəlblərində yanan o müqayisə olunmaz ümid işığını yenidən canlandırmışdılar. Artıq Kəhlizli kəndində həyat yenidən öz normal axarını tapmağa başladı. Tarlalar canlandı, çay suları axmağa davam etdi və dar-daş yollar, qoca palıd ağaclarının sərin kölgəsində yeni ümidləri daşıdı. Kənd şurası tərəfindən qəbul edilən yeni tədbirlər hər kəsin qəlbində ədalətin, mərhəmətin və inamın müqayisə olunmaz gücünü bir daha sübut etdi. Rəşad, polis zabiti kimi yalnız qanunun qoruyucusu deyil, həm də insan ruhunun dərinliyində yanan sevgi və ədalət işığının simvoluna çevrildi. Orxan və Nigarın sevgisi isə bu təhlükəli dövrdən sonra müqayisə olunmaz dərinliyə və gücə çatdı. Onlar hər gün kəndin dar-daş yollarında əl-ələ gəzir, qoca ağacların kölgəsində keçmişin nağıllarını və gələcəyin ümid dolu arzularını bölüşürdülər. Onların sevgisi Kəhlizli kəndinin bütün sakini üçün ilham mənbəyi oldu. Hər kəs bu romantik, amma eyni zamanda güclü və mənalı münasibətə şahid oldu və həyatın ən çətin anlarında belə qəlbdə yanan o müqayisə olunmaz ümidin sarsılmaz gücünə inandı. Beləliklə, Təhlükənin kölgəsi adlı bu dastan Kəhlizli kəndinin dar-daş yollarında, qoca palıd ağaclarının sərin kölgəsində və axan çayın sularında əbədi iz buraxdı. Kənd sakinləri atalarının öyrətdiyi dəyərləri, sevgi və mərhəmət işığını heç vaxt unutmadan həyatın hər səhifəsini dürüstlük və inamla yazmağa davam etdilər. Hər kəs bilirdi ki, ən böyük zənginlik maddi sərvətlərdə deyil, qəlbdə yanan müqayisə olunmaz ədalət və inamın işığında gizlidir. Bu hadisə yalnız təhlükənin fiziki yox, həm də ruhi mənsubiyyətinin insan qəlbinin dərinliyində yanan o müqayisə olunmaz ümidin sınağı idi. Rəşadın, Zeynəb xanımın, Orxanın, Nigarın və digər kənd sakinlərinin göstərdiyi sarsılmaz cəsarət, Kəhlizli kəndinin tarixində yeni bir səhifə açdı. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən çətin anlarında belə qəlblərində yanan ədalət, sevgi və mərhəmət işığını itirmədən öz romanlarını yazacaqlarına inandılar. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların səmasını bəzəyən o sakit gecələrdə Kəhlizli kəndinin hər bir sakini təhlükənin kölgəsi dastanını ürəklərində daşıyır.
atalarının səsini və müqayisə olunmaz ədalət dəyərlərini xatırlayırdı. Bu dastan yalnız bir təhlükənin aradan qaldırılması deyil, insan ruhunun dərinliyində doğan əbədi ümidin və müqayisə olunmaz dəyərlərin simvolu idi. Beləliklə, Kəhrizli kəndi bütün çətinliklərə baxmayaraq, atalarının öyrətdiyi dəyərlərə sadiq qalaraq, sevgi və inamın sarsılmaz işığı ilə hər səhifəsini yazmağa davam etdi. Hər kəs həyatın ən çətin anlarında belə qəlbində yanan o müqayisə olunmaz işığı, ədalət, mərhəmət və dürüstlük dəyərlərini itirmədən gələcəyə ümidlə addım atdı. Gələcək nəsillər bu dastandan ilham alacaq, hər acının, hər kədərin ardında gizlənən dərin dərsləri və ümidləri xatırlayaraq öz nağıllarını sevgi və inamla yazacaqdılar. Beləliklə, Təhlükənin kölgəsi adlı bu nağıl, Kəhrizli kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi olaraq iz buraxdı, bütün insanlara həyatın ən böyük zənginliyinin qəlbdə, ədalətə və sevgiyə sadiq qalmaqda gizləndiyini xatırlatdı.